Salam 8-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 8-ci sinif dərsliyinin 3-cü bölməsinin 1-ci mövzusunu izah edəcəm. Bu bölmədə qan dövranı haqqında məlumatlar var. Birinci mövzu heyvanlarda qan dövranı ilə əlaqəlidir. Əvvəlcə şəklə diqqət edirik. Şəkildə iki müxtəlif canlıya aid qan dövranı sisteminin sxemi verilmişdir. Və baxırıq, bunlardan biri çəyirtkə, yəni həşəratlara aiddir. Digəri isə soxulcan, yəni həlqəvi qurdlara aiddir. Və qanın axma istiqamətinə baxırıq şəkillərdə. Görürük ki, oxlara mütləq diqqət edirsiniz uşaqlar. Yəni oxun istiqaməti qanın hansı istiqamətdə hərəkət etdiyini göstərir və görürük ki, həşəratlarda ürəyə qan müxtəlif istiqamətlərdə daxil olur. Bu da ürəkdə olan dəliklər vasitəsilədir ki, daxil olur, deməli qan ürəyə. Daha sonra ürəkdən damarlar çıxır həşəratlarda ki, bunları öyrənəcəyik və bu damarlar vasitəsilə qan bədənə gəlir. Və həşəratlarda qan damar sistemi açıqdır. Açıq və qapalı qan damar sistemi haqqında da məlumat verəcəm. Qurdlarda isə baxın, qan yalnız damarlarla hərəkət edir. Burada damarlardan bədən boşluğuna axmışdı. Amma qurdlarda fikir verin, damardan kənara çıxma yoxdur. Yəni qan dövranı qapalıdır. Yəni bu sistemdə açıq bir hissə yoxdur. Açar sözlərə baxırıq. Qapalı qan dövranı, bir qan dövranı, iki qan dövranı, arterial qan, venoz qan, ağciyər dövranı və böyük qan dövranı kimi anlayışlarla bu dərs biz tanış olacağıq. Qan dövranı sistemi əksər çox hüceyrəli heyvanlar üçün xarakterikdir. Niyə əksər deyirik? Çünki bağırsaq boşluqlular çox hüceyrəlidir, amma onlarda qan dövranı sistemindən danışmırıq. Bu sistem orqanizmin ehtiyacı duyduğu maddələrin orqan və toxumalara çatdırılmasına, yəni hansı ki biz demişik hüceyrələr birləşir toxumaları, toxumalar orqanları əmələ gətirir. Həmin o toxumalarda, orqanlarda olan hüceyrələrin maddələrə ehtiyacı var. Burada qazlar ola bilər, qida maddələri ola bilər ki, bunları orqan və toxumalara qan damar sistemi çatdırır. Həmçinin parçalanma məhsullarını, yəni orqan və toxumalarda olan parçalanma məhsullarını onlardan kənarlaşdırılmasına xidmət edir qan dövranı sistemi. Deməli, qan dövranı sistemi orqan və toxumalara lazım olan maddələri aparır, orqan və toxumalarda olan parçalanma məhsullarını alır, orqanlardan kənarlaşdırır. Qan dövranı sistemi qapalı ola bilər və açıq ola bilər. Qapalı qan dövranında qan ürək və damarlarla hərəkət edir. Bu sxemdəki kimi görürsüz, qan damarlardan kənara çıxmır, ürək və damarlarla hərəkət edir. Ürək əzələləri yığılaraq qanı arteriya damarı ilə bütün orqanizmə göndərir. Yadımızda saxlayacağımız lazımlı məqamlardan biri də budur ki, ürəkdən çıxan damar arteriya damarıdır. Arteriya damarlarında qan sürətli hərəkət edir. Arteriya damarlarından, qoy buradan çəkeyim, qan kapilyarlara keçir. Kapilyarları da öyrənmişsiniz ki, çox xırda damarlardır, bir qatlıdır divarı və burada maddələr mübadiləsi gedir. Maddələr mübadiləsi gedəndən sonra, məsələn, bayaq cümlədə işlətdiyimiz kimi orqanlara lazım olan maddələr gedir, kapilyarlardan orqanlara keçir, orqanlarda olan parçalama məhsulları kapilyarlara keçir, yəni mübadilə edir, mübadilə dəyişmək deməkdir. Kapilyarlardan vena damarlarına keçir qan, vena damarları ilə yenidən ürəyə qayıdır. Bu olur, deməli, qanın hərəkət istiqaməti. Ürək əzələləri yığılaraq qanı arteriya damarı ilə bütün orqanizmə göndərir. Kapilyarlarda qan və hüceyrələr arasında maddələr və qazlar mübadiləsi baş verir.
Yəni, maddələr və qazlar mübadiləsini yerinə yetirə bilən damar hansıdır deyə soruşsalar, biz buna kapilyar damarları deyəcəyik. Sonra qan vena damarları ilə yenidən ürəyə qayıdır. Bax, çəkdiyim sxem onu göstərir. Bu sxemi özünüz üçün qeyd edirsiniz. Dedik ki, qan bu sxem şəklində qapalı qan dövranıdır. Qapalı qan dövranı hansı canlılarda var? Həlqəvi qurdlar, mollusklar içərisində başayaqlı mollusklar, yəni bütün mollusklarda deməyəcək, çünki qarınayaqlı və iki taylı mollusklarda açıq qan dövranıdır, amma başayaqlı mollusklarda qapalı. Bir də onurğalıların qan dövranı qapalıdır. Onurğalılarda 5-ci sinifdə keçmisiniz təbiətdə, bunlara aiddir. Balıqlar, suda qurda yaşayanlar, yəni amfibilər, sürünənlər, quşlar, məməlilər. Bunlarda qan damar sistemi qapalıdır. Gəldik açıq qan damar sisteminə. Buğum ayaqlılar, bura xərçənglər, hörümçəklər, həşəratlara aiddir. Qarın ayaqlı mollusklar, bir də iki taylı molluskların qan dövranı açıqdır. Açıq qan dövranında qan bədən boşluğu mayesi ilə qarışır, yəni ürəkdən çıxan qan damar vasitəsilə çıxdı, gəldi bədən boşluğundakı maye ilə qarışır və mübadilə prosesi həyata keçirir. Yəni artıq bədən boşluğu mayesində mübadilə prosesi keçir. Açıq qan dövranında qanın hərəkət sürəti qapalı dövranla müqayisədə zəifdir. Bax, bunu da mütləq özümüz üçün qeyd kimi yazırıq ki, hansında deməli sürətli gedir proses qapalı qan dövranında. Açıq qan dövranında hərəkət sürəti qapalı qan dövranına nisbətən zəifdir. Deməli, qapalı qan dövranında daha sürətlidir. Bilirsinizmi də bizə maraqlı bir məlumat verir. Bu, deməli, görək nə haqqındadır? Həşəratların əslində qanı haqqındadır ki, hemolimfa açıq qan dövrana sahib onurğasız heyvanlarda qan funksiyasını yerinə yetirən bir mayedir. Hemolimfa bir mayedir. Onurğasız heyvanlarda qan funksiyasını yerinə yetirir. Bu maye qanla müqayisədə rəngsiz, yəni orada ona rəng verən hüceyrələr yoxdur və ya sarımtılı olur. Tərkibi qırmızı qan hüceyrələrindən məhrumdur deyək. Yəni qırmızı qan hüceyrələri nələr idi? Eritrositlər idi ki, hemolimfanın tərkibində yoxdur. Lakin oksigen və qida maddələrinin daşınması, tullantıların kənarlaşdırılması kimi əsas funksiyaları qanla eyni şəkildə yerinə yetirir. Həşəratlarda hemolimfa qazlar mübadiləsində iştirak etmir. Bunu da özümüz üçün qeyd edirik. Gəldik, bu fəaliyyətə baxaq. Burada dovşan, xərçəng, göyərçin, ilbiz, balıq, soxulcan və hörümçək verib. Bu canlılarda qan dövranının qapalı və açıq olduğunu müəyyənləşdirməliyik hansılarda və hardan bilə bilərik ki, qapalıdır və ya açıqdır. Əgər yalnız damarlarla hərəkət edirsə, deməli bu qan dövranı qapalı. Yox, əgər, baxın, burada biraz şəkili böyüdüm. Damarlardan çıxan qan bədən boşluğuna axır. Görürsünüz, bu damarların ucu yoxdur hər hansısa bir yerə bağlanan. Yəni açıqdır, qapalı deyil. Onda açıq qan damar sistemi olur. Hansı canlılarda açıq qan damar sistemidir? Yazırıq. Açıq qan damar sistemi çay xərçəngində. Nömrələsək 1, 2, 3, 4, 5. Sözü yazmaq yer azdır deyə rəqəmlə yazacağım. Çay xərçəngində açıq qan damar sistemidir. İlbizdə açıq qan damar sistemidir. Bu, deməli, qarınayaqlı mollusklara aiddir. Biz də dedik ki, başayaqlılar da qapalıdır. Daha sonra hörümçək, bunlarda da boğmayaqlılara aiddir. Xərçəng də boğmayaqlılara aiddir. Dedik ki, açıq qan damar sistemidir. Dovşan onurğalılara aiddir. Qapalı qan damar sistemidir. Göyərçin onurğalılara aiddir. Qapalı qan damar sistemidir. Balıq onurğalılara aiddir. Qapalı qan damar sistemidir. Soxulcan da həlqəvi qurdlara aiddir. Onu da bayaq dərsimizdə qeyd elədik ki, həlqəvi qurdlarda da dedik necədir? Qapalı qan damar sistemidir.
Yenə dərsimizdə olan məlumata əsasən biz bunları qeyd elədik. Onurğasız heyvanların yalnız açıq qan dövranı olduğunu söyləmək olarmı? Xeyr, çünki soxulcan da bir onurğasız heyvandır, amma onun qan damar sistemi qapalıdır. Sizcə bu canlılardan hansının bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır? Bunu da yenə 5-ci sinif təbiətdə keçmirsiniz. İsti qanlı heyvanlar, soyuq qanlı heyvanlar. İsti qanlı heyvanlara quşlar və məməlilərə aid eləmişik və isti qanlı heyvanlar, quşlar, məməlilər dediyimiz zaman bir dovşanı, bir də göyərçini, yəni quşlara aid olan göyərçini, məməlilərə aid olan dovşanı isti qanlı heyvan kimi seçəcəyik. Digərləri isə isti qanlı heyvan deyirlər. Gəldik onurğalı heyvanların qan dövranına. Uşaqlar, şəkilləri mütləq və mütləq gözdən keçirəcəksiniz, diqqətli olacaqsınız. Qırmızı rəng arterial qanı, mavi rəng isə, göy rəng isə daha doğrusu venöz qanı göstərir. Yəni qırmızı qan, qırmızı rəngdə verilən qanın tərkibində qidalı maddələr oksigen qazı, göy rəngdə verilən qanın tərkibində isə parçalama məhsulları, karbon qazı olur. İndi bir-bir bu haqda deməli biliklərimizi biraz da genişləndirək. Onurğalı heyvanlarda qan dövranı. Balıqlar, amfibilər, sürünənlər, quşlar, məməlilər bunlar onurğalı heyvanlardır və dedik ki, onurğalı heyvanlarda qan dövranı qapalıdır. Bu onurğalı heyvanlarda qan dövranının sayına görə də fərqlilik var. Balıqlarda bir qan dövranıdır. Amma digər, yəni amfibilər, sürünənlər, quşlar, məməlilərdə isə artıq biz iki qan dövranından danışacağıq. Bir qan dövranı nədir, iki qan dövranı nədir? Bunlarla artıq tanış olacağıq ki, başa düşək ki, niyə bir dövran və yaxud da iki dövran deyirik. İki qan dövranına malik canlılarda tənəffüs orqanı ilə ürək arasında baş verən dövran var. Bu ağciyər dövranıdır. Yəni ürəkdən çıxan qan bir dəfə ürəkdən çıxanda bütün bədəni gəzmir. Bir dəfə çıxanda ağciyərə gedib ürəyə geri qayıdır. Bu bir dövranı olur. İkinci dəfə isə bədənin bütün orqanları ilə ürək arasında baş verən dövrandır ki, bu da böyük qan dövranı adlanır. Ağciyər dövranında qan ürəkdən çıxır, ağciyərə gedir, yenidən ürəyə qayıdır. Böyük qan dövranında isə ürəkdən çıxan qan bütün bədən üzvlərinə gedir. Ona görə də o böyük qan dövranı adlanır. Yəni böyük bir sahəni əhatə edir. Yəni bütün orqanları gəzir. Ona görə də böyük qan dövranı adlanır. Gəlin indi burada bir qan dövrana malik canlılarda qan dövranının sxeminə baxaq. Bir qan dövrana malik canlılarda qan hər tam dövrdə ürəkdən bir dəfə keçir. Bir dəfə keçirsə bir qan dövranıdır. İndi baxaq, ürəkdə əgər göy rəngdə işarə ediliblərsə, deməli burada ürəkdə parçalanma məhsulları olan qan, daha sonra deməli karbon qazı ilə zəngin olan qan deyə bilərik. Aha, bu qan karbon qazı ilə zəngindirsə, tənəffüs orqanına getməlidir. Və bayaq sxemdə nə çəkdim? Dedim ki, ürəkdən çıxan damar hansı damardır? Arteriya damarıdır. Deməli, bir qan dövranı olan canlılarda biz bura balığa aid edə bilərik. Dedik, balıqda bir qan dövranı var. Balığın ürəyindən çıxan deməli, arteriya damarı həmin bu parçalanma məhsullarını, karbon qazı olan qanı aparır balığın tənəffüs orqanına. Balığın tənəffüs orqanı qəlsəmədir. Qəlsəmələrdə arteriya damarları kapilyarlara şaxələnir. Kapilyarlarda qaz mübadiləsi gedir. Yəni, uşaqlar, karbon qazı qəlsəmələrə keçir, qəlsəmə kapilyarlarına keçir. Qəlsəmə kapilyarlarından isə kapilyar damarlara hansı qaz keçəcək? Oksigen qazı keçəcək. Oksigen qazı. Və deməli qəlsəmələrdə qazlar mübadiləsi gedəcək. Qan ilə qəlsəmə arasında qaz mübadiləsi gedir. Qanda, kapilyarlarda olan karbon qazı qəlsəmələrə, qəlsəmələrdən deməli oksigen qazı isə kapilyarlara keçir. Daha sonra buradan damar çıxır ki, bu damar vasitəsilə bu oksigenlə zəngin olan qan bütün bədənə
şaxələnir. Bütün bədəni oksigen qazı ilə təmin etdikdən sonra gəlir orqanlarda artıq bu zaman oksigeni orqan və toxumalara verir. Orqan toxumalardan isə nəyi alır? Parçalanma məhsullarını və karbon qazını alır. Bunları aldıqdan sonra ürəyə qayıdan damar hansı idi? Vena damarı idi. Vena damarı ilə ürəyə daxil olur. Və bu tam bir dövran olur. Yəni ürəkdən çıxan qan bir dəfə dövr edib ürəyə qayıdır. Gələk iki qan dövranı olan canlılar. İki qan dövranı olan canlılarda ürəkdən çıxan qan tənəffüs orqanlarında oksigenlə zənginləşib bir qan dövranında olduğu kimi bədənə getmir. Ürəyə qayıdır. Sonra ürəkdən çıxıb bütün bədənə qovulur. Ona görə də burada iki qan dövranı müşahidə olunur. Birinci ağciyər dövranı, ikinci isə böyük qan dövranı. Gəlin ağciyər dövranı ilə başlayaq. Burada biz neçə kameralı ürək görürük? 4 kameralı ürək görürük. Neçə qulaqcıq, neçə mədəcik var? Baxaq. Bir qulaqcıq, iki qulaqcıq, bir mədəcik, iki mədəcik. Deməli, iki qulaqcıq, iki mədəcik görürük. Və sağ və sol hissələr görürük. Sağ hissədə oksigen, daha doğrusu karbon qazı ilə zəngin olan qan var. Sol hissədə isə oksigen qazı ilə zəngin olan qan var. Sağ hissədən çıxan damar mədəcikdən başlanğıc götürür, gedir. Əgər tərkibində karbon qazı varsa, uşaqlar, getməlidir tənəffüs orqanına ki, orada karbon qazını verib, tənəffüs zamanı qəbul olunan oksigen qazını alıb qana versin. Ona görə də, deməli, sağ mədəcikdən çıxan karbon qazı ilə zəngin olan qan ürəkdən də hansı damar çıxır? Arteriya damarı çıxır. Arteriya damarı vasitəsilə gəlir ağciyərlərə. Ağciyərlərdə kapilyarlara şaxələnir. Kapilyarlarda karbon qazı ağciyərlərə keçir. Keçdi kapilyarlardan ağciyərlərə. Ağciyərlərdən isə kapilyarlara nə daxil olur? Oksigen qazı daxil olur. Oksigen qazı. Və artıq bu qan karbon qazından təmizləndi. Oksigen qazı ilə zəngin olan qan orqanımızdan, yəni ağciyərimizdən vena damarı ilə çıxır, gəlir, tökülür hara? Sol qulaqcığa. Bir dövran bununla tamamlanır. Bu adlanır ağciyər dövranı. Yəni bu qan yalnız ağciyərə getdi və ağciyərdən də ürəyə geri qayıtdı. İkinci dövran isə böyük qan dövranıdır. Bu zaman oksigenlə zəngin olan qan yenə həmişə qan mədəcikdən çıxır, qulaqcığa geri qayıdır. Və ürəkdən arteriya damarı çıxır, vena damarı geri qayıdır. Bunu unutmuruq. Mədəcikdən, sol mədəcikdən çıxan qan, yəni oksigen qazı ilə zəngin olan qan bütün bədənə, həm yuxarı başımıza, tutaq ki, bizdən gedirsə söhbət və yaxud da digər heyvanlardan gedirsə söhbət, onlardan diafraqmadan yuxarı orqanlara gedə bilər. Əgər məməlidirsə, bu diafraqmadan aşağı orqanlara gedə bilər və yaxud da digər canlılarda. Yəni, bütün bədənə oksigen qazı ilə zəngin olan qan gedir. Və bu zaman oksigen qazı ilə zəngin olan qan bütün orqanlara çatdırılır. Orqanlarda çatdırılma necə olur? Bu kapilyarlar, arteriya damarları daha doğrusu uşaqlar, kapilyarlara şaxələnir. Bu zaman oksigen qazı, sonra qidalı maddələr. Bunlar həmin bu oksigen qazı ilə zəngin olan qanla verilir toxumalara, orqanlara. Orqanlarda isə hüceyrələrin parçalanma məhsulları, ondan sonra karbon qazı isə yenidən ötürülür kapilyarlara. Çünki mübadilə ancaq kapilyer damarlarda gedir. Daha sonra
Kapilyarlarda olan həmin bu karbon qazı ilə zəngin olan qan venalara toplanır. Venalar vasitəsilə yenidən ürəyin sağ tərəfinə gəlir. Bu da olur iki qan dövranı olan canlılarda qanın hərəkət istiqaməti. İndi növbəti deməli səhifəyə keçəcəyik, amma onu da qeyd edim ki, uşaqlar, bütün iki qan dövranı olan canlılarda iki mədəcik yoxdur. İndi ona da bir-bir baxacağıq. Bu, yəni iki mədəciyi olan canlılara aid idi. Buna da məsələn quşları, məməliləri misal göstərə bilərik. Timsahda da iki mədəcik var, amma onlarda biraz qanın damarlarının quruluşu biraz fərqlidir. Gəldik. Balıqların ürəyi iki şöbə və ya iki kameradan ibarətdir. Bunları bir-bir özümüz üçün qeyd edirik uşaqlar. Bu balığın ürəyidir. Balığın ürəyi iki kameralıdır. Hansılardır? İki kameradan biri qulaqcıq, biri mədəcik. Baxın, qulaqcıq və mədəcik hissələrdən ibarətdir. Və mən nə dedim? Dedim ki, qanın çıxdığı hissə, yəni mədəcikdən qan çıxır damarlara, qulaqcıqdan isə daxil olur. Baxın, oxun istiqamətinə mədəcikdən damara getdi, qulaqcıqdan ürəyə daxil oldu. Yaxşı, buradan daxil olur ürəyə, mədəcikdən də xaric olur. Bu bir qaydadır, unutmuruq. İstər bir qan dövranı olan canlılar olsun, istər iki qan dövranı. Qan əvvəlcə ürəyin qulaqcığına, sonra mədəciyinə daxil olur. Daxil olma qulaqcıqdan mədəciyədir. Qarın aortası ilə ürəkdən çıxan qan, baxın, mədəciyindən qarın aortası başlanğıc götürür. Bu, arteriya damarıdır. Qarın aortasından çıxan qan qəlsəmələrə gedir. Bayaq ki, sxemdə qeyd elədiyimiz kimi, baxın, bu sxemdə çıxdı, bu qarın aortasıydı, gəldi qəlsəmələrə. Qəlsəmələrə gedir. Orada oksigenlə zənginləşərək arterial qana çevrilir. Arterial qan oksigen qazı ilə zəngin olan qandır. Arterial qan başa və bədən orqanlarına aparılır. Baxın, ürəyə qayıtmır. Balığın ürəyində yaza bilərsiniz ki, yalnız venöz qan olur. Yəni, ürəyində arterial qana rast gəlinmir. Arterial qan baş və bədən orqanlara aparılır. Toxuma və hüceyrələrdə qazlar mübadiləsindən sonra toxuma və hüceyrələrdə də qazlar mübadiləsi kapilyar damarlarda gedir. Bunu da unutmuruq. Karbon qazı ilə zəngin venöz qan vena damarı ilə ürəyin qulaqcığına gətirilir. Deməli, ürəkdən arteriya damarı çıxdı, vena damarı daxil oldu. Ürəkdən, balığın ürəyindən gedirsə söhbət, venöz qan çıxdı və venöz qanda geri qayıtdı. Ürəyində yalnız venöz qan var. Bunu balıq üçün qeyd edəndən sonra keçirik amfibilərə. Amfibilərin ürəyinin quruluşuna baxırıq. Neçə kamera görürsünüz uşaqlar? Baxın, 1, 2, da 3. 2 qulaqcıq, qulaqcıq. Neçə mədəcik? 1 mədəcik görünür. Ürək 3 kameralıdır. Amfibilərin yetkin fərdində. Niyə və yetkin fərdində deyil? Çünki bir mərhələsi var ki, çömçə quyruq mərhələsi. Bu zaman onların ürəyi balığın ürəyi kimi 2 kameralı olur. Ona görə yetkin fərdində deyir uşaqlar. Yəni bunu da yadımızda saxlayaq. Ürək 3 kameralı olub, 2 qulaqcıq 1 mədəcikdən ibarətdir. Hər iki qulaqcıq mədəciyə açılır. Qulaqcıqların bir dənə diqqət eləyin rənginə. Sağ tərəfdə yenə venöz qan var, yəni karbon qazı ilə zəngin olan qan. Sol tərəf bu bir qaydadır uşaqlar. Arterial qan var. Arterial, yəni oksigen qazı ilə zəngin olan qan var. Mədəcikdə bir dənə mədəcik olduğuna görə və qulaqcıqlardan qan mədəciyə daxil olduğuna görə mədəcikdə arterial və venöz qan qarışır. Baxın, venöz qan gəldi mədəciyə, arterial qan gəldi mədəciyə. Ona görə də mədəcikdə qan qarışır. Qanın qarışmasına baxmayaraq, baxın, bu sol qulaqcıqdan tökülən hissədə görürsünüz, burada qırmızı rəng var, arterial qan daha çoxdur. Baxın, bu hissədən qan, arterial qan başa, burada olan qarışıq qan bədənə, venöz qan isə
Ağciyərlərə və dəriyə aparılır. Niyə? Çünki ağciyərlərə gedir ki, burada yenə mübadilə prosesi getsin və oksigenlə zənginləşsin. Bir də deyirik, amfibilərin qan dövranı zamanı arterial qan başa gedir. Qarışıq qan bədənə gedir. Bax, başa qarışıq qan da bədənə gedirsə, bu böyük qan dövranıdır. Çünki bədənə və başa gedirsə demişdik, bu böyük qan dövranıdır. Ağciyərə gedirsə, bu ağciyər dövranıdır. Bunu da özünüz üçün qeyd eləyin. Aha. Ağciyərə gedirsə uşaqlar hansı qan geri qayıdacaq? Ağciyərə venoz qan gedib arterial qan geri qayıdacaq. Böyük qan dövranında isə uşaqlar venoz qan ürəyə geri qayıdacaq. Yəni sağ qulaqçığa. Bunu da unutmuruq. Özümüz üçün qeydləri mütləq aparırıq. Mən dərs izah elədikcə arada dərsi saxlayıb qeydlərinizi aparın. Dediklərim hamısı suallara, testlərə düşə biləcək məlumatlardır. Gəldik sürünənlərə. Sürünənlərdə məsələn kərtənkələ, ilan, tısbağa. Bunların ürəyi də amfibilərin ürəyinə oxşayır. Yəni bunlarda da iki qulaqcıq, bir mədəcikdən ibarətdir. Yəni 3 kameralıdır. Lakin bunlarda amfibilərin ürəyindən fərqli olaraq mədəcikdə yarımçıq bir ara kəsmə əmələ gəlib. Tam olsaydı 4 kamera olacaqdı. Tam deyil, yarımçıqdır. Amma amfibilərdə belə bir ara kəsməyə rast gəlmirik. Tam olmadığına görə yenə qan görürsüz, burada qarışmış olur. Mədəcikdə yarımçıq ara kəsmə olduğuna görə arterial və venoz qan mədəcikdə qarışır. Yəni mədəcik tam olaraq iki hissəyə bölünə bilmədiyinə görə sol qulaqcıqdan deməli arterial qan, sağ qulaqcıqdan venoz qan ürəyə daxil olduğuna görə mədəcikdə bunlar qarışacaq bir-birinə. Sürünənlər arasında timsahlarda ara kəsmə tamdır. Yəni onların ürəyində ara kəsmə mədəciyi sağ və sol hissələrə bölüb. Böldüyünə görə, bax, sual düşə bilər ki, sürünənlər arasında 4 kameralı ürəyi olan hansıdır? Timsahdır. Qalan sürünənlərdə 3 kameralı ürəkdir. Lakin timsahın da ürəyi 4 kameralı olmasına baxmayaraq, ürəyində qarışıq qan yoxdur. Çünki tam ara kəsmə daxı. Sağ tərəfdə venoz qan olacaq, sol tərəfdə arterial. Amma bizə bu məlumatı da verir ki, ürəkdən çıxan arterial qan venoz qanla qismən qarışır. Çıxan zaman bu qarışma baş verir. Yəni sual düşsə ki, timsahın bədənində, daha doğrusu damarlarında qarışıq qana rast gələ bilərikmi? Bəli. Çünki ürəkdən çıxan arterial qan venoz qanla qismən qarışır. Timsahın ürəyi neçə kamera oldu? 4 kameralı. Sürünənlərin ürəyi amfibilərin ürəyi kimi 3 kameralıdır. Fərqi ondan ibarətdir ki, burada mədəcikdə yarımçıq ara kəsmə əmələ gəlib, amma amfibilərdə bu ara kəsmə yoxdur. Qalan xüsusiyyət amfibilərə oxşardır. Gəldik quşlar və məməlilər. Diqqət edirsiniz şəkillərə. Görürsünüz ki, ikisində də 4 kameralı ürəkdir. Elədir. İkisində də sağ tərəfdə venoz, sol tərəfdə arterial qan var. Fərq hardadır uşaqlar? Sol aorta qövsü, sağ aorta qövsü. Nədir bu? Aorta damarı, yenə də bunu özünüz üçün qeyd yazın. Aorta damarı sol mədəcikdən çıxır. Yazım sizin üçün. Deməli, aorta hardan çıxır? Sol mədəcikdən. Yəni sol mədəcikdən aorta damarı başlanğıc götürür. Sadəcə bu aorta quşlarda sol mədəcikdən çıxan aorta sağ aorta qövsü əmələ gətirir. Məməlilərin sol mədəciyindən, bax, ikisi də sol mədəcikdən çıxır, ha. Sadəcə quşlarda sol mədəcikdən çıxan aorta sağa meyllənir, yəni sağ aorta qövsü əmələ gətirir. Məməlilərdə isə soldan çıxan elə sola meyllənir, sol aorta qövsünə əmələ gətirir. Bu, onların ürəklərində, yəni bax, şəkilə baxırıq, görürük ki, heç bir fərq yoxdur. Fərq nədir? Bu, aortanın sağ və yaxud da sol olması. Məməlilərdə sol, quşlarda isə sağ aorta qövsüdür. Bunu da mütləq özünüz üçün qeyd eləsəz, şəkilləri artıq rahatlıqla qruplaşdıra bilərsiniz. Ola bilər ki, KSK-də sizə qruplaşma düşsün. Kameralar, ürək şəkilləri verilsin, dərslikdə var, verilə bilər. Ona görə də diqqətli olun.
Quşlar və məməlilərdə ürək 4 kameralı olub, 2 qulaqcıq, 2 mədəcikdən ibarətdir. Ürəyin sol hissəsində arterial, yəni qırmızı olan tərəf sol tərəfdir uşaqlar. Arterial, yəni oksigen qazı ilə zəngin olan qandır. Sağ tərəf, yəni göy rəngi olan hissə venoz qan, yəni karbon qazı ilə zəngin olan qandır. Quşların ürəyinin sol mədəciyindən yalnız sağ aorta qövsü, məməlilərdə isə yalnız sol aorta qövsü çıxır. Buna görə də onların ürəyi bir-birindən neyini fərqlənir. Bu oldu heyvanlarda qan dövranı sistemi. Uşaqlar, qarışıq görsənə bilər, amma dərsi bir neçə dəfə dinləsəniz, əmin olun ki, hamısı sizə aydın olacaq və hissə-hissə dinləməyi mən sizə təklif eləyirəm. Çünki birinci, deməli, bir dəqiqə, birinci onurğasızların hissəsinə baxın, daha sonra onurğalılara hissə-hissə baxın. Bir qan dövranı olan, iki qan dövranı olan, bir qulaqcıq, bir mədəcik. Özünüz üçün qeydlər apararaq öyrənin. Gəlin indi düşün, müzakirə et, paylaşa baxaq. Sizcə qan dövranı sistemi olmayan bağırsaq boşluqlarda maddələrin daşınması necə baş verir? Bağırsaq boşluqlar demişik ki, çox hüceyrəlidir, amma sadə quruluşlu çox hüceyrəlidir. Onlarda qan dövranı sistemi yoxdur. Maddələrin daşınması osmoz və difuziya hadisələrinə əsasən baş verir. Öyrəndiklərinizi tətbiq edinə baxırıq. Cədvəli dəftərimizə köçürün, uyğun xanalara doğrudur və ya yanlışdır yazacağıq. İki qan dövranı. Biz hansı canlılarda dedik? Qurbağada var dedik. Balıqda yoxdur. İtdə var, kərtənkələdə var, timsahda da var dedik. Onurğalılar içərisində yalnız balıqda yoxdur. Qalan digərlərində var. Ürəyində bir mədəcik, hamısının ürəyi var və hamısının demək olar ki, hansına çıxa bilərik? Timsahla iti çıxacaq, yaxşı. Ürəyində bir mədəcik, qurbağada bir mədəcik var, balıqda onsuz da bir qulaqcıq, bir mədəcik, itdə 2 mədəcik idi, kərtənkələdə 2 qulaqcıq, bir mədəcik, timsahda isə 2 mədəcik dedik var. Ürəyində 2 qulaqcıq, qurbağada da 2 qulaqcıq var, balıqda 1 qulaqcıq dedik. İtdə 2 qulaqcıq, kərtənkələdə 2 qulaqcıq, timsahda 2 qulaqcıq. Balıqdan başqa qalan hamısının mədəciyi 2 qulaqcıqlıdır. Daha doğrusu ürəyi 2 qulaqcıqlıdır. Üzr istəyin, mədəciyi yox. Ürəyinin qulaqcıqları. Ürəyində 2 mədəcik. Qurbağada 1 dənədir. Balıqda 1 dənədir. İtdə 2 dənədir. Kərtənkələdə 1 dənədir. Yarımçıq ara kəsmə var. Timsahda isə tam ara kəsmə olduğuna görə 2 dənədir. Bu canlılardan hansının ürəyində arterial və venoz qanın qarışdığını söyləmək olmaz. Hansında dedik ki, qan qarışmır? Bunlara iti misal göstərdik. İtdə dedik ki, qan dövranında ürək tam ara kəsmə ilə bölündüyünə görə, deməli, sağ tərəfində venoz, sol tərəfində arterial qan olur, ona görə də qarışmır. Timsahın ürəyi də 4 kameradan ibarətdir. 2 qulaqcıq, 2 mədəcikdə. Onun da ürəyinin sol hissəsində arterial, sağda venoz qan olur. Ona görə də bunun da ürəyində qan qarışmır. Qurbağa, kərtənkələdə isə ürək 3 kameralıdır. 2 qulaqcıq, 1 mədəcikdən. Qulaqcıqlar mədəciyə açıldığı üçün bunlarda qan qarışır. Balıqda isə 2 kameralıdır və ürəyində yalnız venoz qan var. Arterial qan ürəkdə yoxdur. Öyrəndiklərinizi yoxlayına baxırıq. Nə istəyir? Deməli, qapalı və açıq qan dövranı arasında fərq nədir? Qapalı qan dövranında qan ürək və damarlarla hərəkət edir dedik. Yəni bədənə, bədən boşluğuna axmır, maye ilə qarışmır. Ürək əzələri yığılır, qanı arteriya damarı ilə bütün orqanizmə göndərir. Və qan mübadilə prosesini kapilyar damarlarda yerinə yetirir. Kapilyar damarlarında qan və hüceyrə arasında maddələr, qazlar mübadiləsi baş verir. Sonra qan yenidən kapilyarlardan vena damarlarına keçir. Vena damarları ilə də ürəyə qayıdır. Açıq qan dövranında isə qan bədən boşluğu mayesi ilə qarışır. Yəni damarlar gəlir bədən boşluğu mayesinə qarışır. Mübadilə prosesi həyata keçdikdən sonra ürəyə qayıdır. Və açıq qan dövranında qanın hərəkət sürəti demişik ki, qapalı qan dövranına nisbətən zəifdir. Keçdik ikinci tapşırığa. Verilmiş qan dövranı sxeminə əsasən düzgün fikirləri seçin. Birinci məməlilərə aiddir. İkinci, deməli,
Birinci hansı sxemə əsasən? Bu sxemə deyil. Deməli, verilmiş qan dövranı sxeminə əsasən düzgün fikirləri seçin. Birinci məməllərə aiddir. İkinci bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsüdür. Baxaq, xeyr, bir ilə işarə olunmuş sol aorta qövsüdür. Görürsüz, sol mədəcikdən çıxıb sola dönür. Ona görə də biz düzgün fikirləri seçiriksə, bir doğrudur, məməllərə aiddir. Çünki sol aorta qövsüdür. Axı elə deyil uşaqlar. Sol aorta qövsüdürsə 4 kameralı ürək məməlinindir. Amma bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsü deyil, 2-ni götürmürük. Sonra 2 rəqəmi ilə qeyd olunmuş damarla venoz qan axır. Baxaq, əgər göy rəngdədirsə, bəli, venoz qan axır. Özü də hara gedir? Bu ağciyərlərə gedir. Baxın, bu ağciyərdir. Görürsünüz? Ağciyərlərə gedir. Bu doğrudur. 3 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşir. Sağ mədəcik buradır uşaqlar. 3 nömrəli damar, baxın, getdiyi istiqamətə baxaq uşaqlar. Gəlir, özü də hara? Daxil olan yer qulaqcıqdır. Mədəcik ola bilməz, özü də sol qulaqcığa, çünki arterial qandır. Ona görə də 4 də səhvdir. Daha sonra 4 rəqəmi ilə böyük qan dövranına aid damar qeyd olunmuşdur. Baxaq 4 rəqəmi hardadır? Bəli, baxın, arterial qan gəlir bədənə, daxili orqanlara, ona görə də böyük qan dövranıdır, doğrudur. 5 rəqəmi ilə ağciyər dövranına aid deməli damar qeyd olunmuşdur. 5 hardadır? 5 deməli budur və ağciyər dövranına aid, bəli, doğrudur. 5 rəqəmi ilə ağciyərə gedir. Həmin bu damar, baxın, görürsünüz, sol mədəcikdən çıxır, ağciyərlərə gedir. Venoz qan arterial qanla çevrilir, yəni mübadilə prosesi gedir ağciyər kapillarlarında. Ona görə də 4-cü ifadədə, 6-cı ifadədə doğrudur. Keçdik 3-cü tapşırıq, uyğunluğu müəyyən edin. 1 qan dövranı, 2 qan dövranı və xüsusiyyətləri bir-bir ayırt eləyəcəyik. Tənəffüs orqanında oksigenlə zənginləşən qan ürəyə qayıtmadan digər orqanlara daşınırsa, yəni o bir dəfə ürəyə gəlib sonra ürəkdən çıxmırsa, deməli bir qan dövranıdır, elə deyil. Ona görə də bunu yazacağıq, bir qan dövranı. 4 kameralı ürəyə malik heyvanlarda olur deyirsə, deməli bu 2 qan dövranıdır. Onurğalı heyvanlarda rast gəlinir, balıq onurğalı heyvandır, onda bir qan dövranı olur. Amfibilər, sürünənlər, suda qurda yaşayanlar, yəni amfibilər, sürünənlər, quşlar, məməlilərdə isə 2 qan dövranıdır. Ona görə də hər biri onurğalı olduğuna görə C ortaq xüsusiyyətdir. 2 kameralı ürəyə malik heyvanlarda olur. 2 kameralı ürəyə malik balıqdır. Onda bir qan dövranı olur. Ürəyin mədəciyindən tam arakəsmə olmayan heyvanlarda olur. Tam arakəsmə olmayan heyvanlar sürünənlər və amfibilərdir ki, onlarda da 2 qan dövranı olur. Bu da oldu birinci mövzunun tapşırıqları. Ümid eləyirəm, dərsim sizə aydın olar. Dərsi diqqətlə dinləsəniz, qeydlərinizi aparsanız, əmin olun ki, bu mövzudan düşən kesikə sualların hər birini düzgün cavablandıracaqsınız. Şəkillərə diqqət eləməyi unutmayın. Sağ olun, gələn dərslərdə görüşərik.